1918-ci ildə baş verən hadisələr arxiv materiallarında olub, ancaq bu arxivlərə bizləri və yaxud bizim atalarımızı buraxmayıblar. Onda bağlı idi arxiv qapıları. İndi Azərbaycan ki, müstəqillik əldə etdikdən sonra o qapılar açılıb, insanlara icazə verilib ki, gidib onunla elmi işlərlə məşğul olan adamlar xüsusilə o materialları əldə etsinlər, onunla tanış olsunlar. İndi biz bilirik ki, həmin materiallarda 18-ci ildə baş verən hadisələr Azərbaycanlılara qarşı ermənilərin apardıqları soyqırımı Quba qəzəsindən də yan keçməyib. Quba böyük qəza mərkəzi olub, ermənilər bura hücum edəndə biz də ki, Azərbaycanlılardan 300 ilə yaxındır ki, Qubada yaşayırıq. Bizim aramızda həmişə mehriban münasibət olub, bizi bir-birimizdən seçmək də bir növ çətindir. Biz Azərbaycanlılarla o qədər qaynayıb qarışmışıq ki, bizi bir-birimizdən ayırmaq çox çətindir. Onda bu hadisələr Qubada yaşayan Azərbaycanlılarla yanaşı Yahudilərdən də yan keçməyib. Azərbaycanlıların başqa millətlərə qarşı münasibəti həmişə yaxşı olub. Bu cümlədən bizimlə də. Yahudi qəsəbəsinin girəcəyinin dar yüksəkliyində öz qərargahlarını yerləşdirən ermənilər insanları qətlə yetirir, Qubanı top ateşinə tuturdular. Onlar nə uşağa, nə qadına, nə qocaya rəhm eləyir, ailələri bütövlükdə məhv edirdilər. Şəhər insan cəsədləri ilə dolu idi. Meyitləri yüz-yüz bir yerə toplayıb, şəhər qəbristanlığında bastırır, qalanlarını isə yandırırlar. Bunların siyasi uzun illər sinagoglarda saxlanılırdı və hər il Yahudilərdə 9 av adlı bir gün var, matəm günü. Həmin günlərdə bu insanların xatirələri yad edilir, bunlara dualar oxunurdu. Amma nə qəsəbə ziyalıları, nə Yahudinin digər tanınmış siyasi qadimləri bu məsələnin əsl mahiyyətini demirdilər. Bəlkə də bilirdilər. O vaxtki qanunlar, sərt qanunlar bu məsələnin əsl tarixi mənasını açmağa imkan vermirdi. Bugün 100-dən çox insanın adları və familiyaları dəqiqləşdirilib. Bunun 87 nəfər uzun illərdir sinagoglarda saxlanılır. 17-18 nəfəri, bayaq dediniz, görkəmli Sovet partiyçisi qocaman ağsaqqalımız Yakov İliçin şəxsi arxivində saxlanılır. Mən onun oğlundan demək, xahiş elədim, o göndərdi, mən instituta təqdim etdim. Bütün ilahi və səmavi kitabların, İncilin, Tovratın, Qur'anın bizlərə insanlara qarşı mərhəmətli olmağı, bizlərə insanlara qarşı humanist olmağı, insanlara qarşı rəhimli olmağı və hamının bir-biri ilə mehriban olmağı, körpələrə, qadınlara, qocalara zülm eləməməyi bütün dinlər bugün bizə tövsiyə elədiyi bir halda tarix boyu erməni faşizmi tərəfindən müsəlman xalqına qarşı çox böyük amansız vəhşiliklər təcəssüm olunub, göstərilib və özünü əks elətdirib. Elə bir tarix yoxdur ki, o tarixdə, o dövrdə, o əsrdə ermənilər tərəfindən bu haqsızlıqlar özünü göstərməsin. Respublikamızın bir çox yerlərində erməni faşizmi tərəfindən böyük soyqırımlar keçirilibsə də, mən deyərdim, onun ən dəhşətlisi, onun misli olmayan qəddarlığın biri də bizim tarixi qədim Qubamızda baş vermişdir.
Şəxsən mənim babam onlar ermənilər Yahudi xalqına basqın eləyəndə babam gelin ailəsi qaçıblar. Qaçıb gedib. Qatarda qaçarkən babamın saqqallarına od vurublar ki öldürmək üçün. Onlar hər addım başı, hər gün nə layiq hərəkətə əl atıblar. Heç bir işdən çəkinməyiblər. İnsanları dəstəklə aparıb, bizə deyirlər Şimi dərəsi. Şimi dərəsinə aparıb orada qadınlara qarşı həddindən artıq zülmkarlıq eləyiblər. Kişilərinin qabağında. Sonra kişilərin başını kesib atıblar. Hamilə qadınların qarnını yarıb, uşaqları götürüb onları öldürüb, başlarını kesib atdılar. Bizim hal-hazırki stadionumuz var deyirlər, sümüklər çıxıb oradan. O sümüklər indi nə vaxtın sümükləri olduğu indi məlum olur. Vaxtı ilə onları güllə atan deyirlər ora. Orada aparıb dəstə-dəstə cəmaatın başını kesib atıblar. İndi el arasında belə bir qarğış var deyirlər, güllə atanda kesilən başlar kimi kesilsin başını. Deməli bu saat hal-hazırda tapılan sümüklər onları sübut edir ki 18-ci ildə ermənilər Yahudilərə qarşı belə zulmkarlıqla hərəkət ediblər. Bugün tapılan kütləvi məzarlıq yaşlı nəslin etiraf elədiyi kimi birinci və axırıncı deyil. Onlar deyirlər ki, bu cinayətlərin izinə Qubanın başqa yerlərində də rast gəlmək olar. Sadəcə həmin yerləri aşkarlamaq lazımdır. Bu dəstiqat bir daha təsdiq edir ki, 15-ci ildə Türkiyədə ermənilərin törətdikləri soyqırımla bu soyqırım eynidir. Ermənilər ucdan tutma hamını qırırdılar. Nəyə görə? Böyük Ermənistan yaratmaq konsepsiyasına istinad edən ermənilərə insanların olmadığı torpaq sahəsi lazım idi. Ona görə də onlar üçün insanların hansı dinə, millətə mənsub olmasının heç bir əhəmiyyəti yox idi. Mən onu da qeyd eləmək istəyirəm ki, bütün bunlar sonraki proseslərin başlanğıcı idi. Hansı ki, sonradan Azərbaycanlıların və başqa millətlərin Ermənistan ərazisindən mütəmadi qovulmasına, didərgin salınmasına səbəb oldu. Bunlarla bərabər, xüsusilə millətçilik xəstəliyi ermənilərin ağlını almaqla başlarını dumanlaşdırmışdı. Hətta onlar faşist Almaniyası ilə danışıqlara getməkdən belə çəkinmirdilər. Bir neçə erməni generalı Alman ordusunda xidmət eləməklə yanaşı erməni legionuna rəhbərlik edirdi. Məhz onların rəhbərliyi ilə erməni legionu Krımda, Kerçdə, Feodosiyada minlərlə Yahudini məhv eləmişdi. Həmin cinayətlər erməni dəstələri tərəfindən törədilmişdi. Bu da bir həqiqətdir ki, hansı cəmiyyətdə ki, insan amilinə yüksək qiymət verilir, bu mövzuya həmin dövlətlər və xalqlar tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Dövlət Arxivində o vaxt 18-ci ildə Azərbaycan Parlamenti tərəfindən təsdiq edilmiş fövqəladə təhqiqat komissiyası ki, yaradıldı ki, Azərbaycanın regionlarında bu qətliamı öyrənsin. Orada Quba pristavına təhqiqat komissiya tərəfindən olan məktub var. Bu məktubun kserokopiyasıdır. 18-ci ildə Quba pristavına göndərilib və bunun arxasında pristavın fövqəladə təhqiqat komissiyasına göndərdiyi cavabdır və bu cavabda demək bizim əslən qırmızı qəsəbədən olan dağ yahudilərin familiyaları, adları var ki, bu qətliam vaxtı Azərbaycanlılarla bir yerdə yahudilər də qətliama səbəb olur. Bu faktdır. Bu mənim uydurmam deyil. Bu sənədlər arxivdə bugün də qalır. Quba qırğını zamanı yerli əhaliyə vurulan maddi ziyan milyonlarla ölçülür. Təhqiqat sənədlərində 162 kəndin dağıdıldığı, 105 evin və tikilinin yandırıldığı, nəticədə əhaliyə 100 milyon manatdan çox zərər dəydiyi, daşnaqlar tərəfindən 4 milyon nəqdi pulun, 4,5 milyon manatlıq qiymətli daşqaşın, qızılı və qadın əşyalarının, 95 milyonluq ev əşyalarının aparıldığı, dağıdılan kəndlərin əhalisinə 58 milyon 121 min manatdan çox zərər vurulduğu göstərilir.
Bizim arxivdən bir sıra materialları Stepan Şamiyanın oğlu və Mikayanın oğlu, Mikayan Ali Sovetinin sədri işləyərkən və Şamiyanın oğlu Marksizm, Leninizm İnstitutunun SVKP yanında, partiya yanındakı institutun rektoru işləyərkən əvvələn Azərbaycanda olmuş və atasının və ya Mikayanın kompromat materiallarını arxivin qovluqlarından çox asanlıqla aparıb və bütün qovluqları məhv ediblər. Və elə həmin mən sizə təqdim etdiyim bu araçların da aralarından vərəqələr yoxdur. Vərəqələr itib yoxa çıxmışdır. Bunlar da təsadüfən arxivdə qalır. Bu hadisələr dövründə bu qəbristanlıqda ermənilərə qarşı döyüş gedib. Bu döyüş zamanı da onlar bu deməli ki, güllə yerləridir, qəbir daşlarında. Həmin bu yerdə döyüş gedən zaman deməli ermənilər atəş açıblar, onları güllələrinin deməli yerləri də üzəksinin qəbir daşlarında deməli ki, tapıb. Deməli ki, bu cür güllə yerləri